Passiv gəlir anlayışı. Pulun işləməsi nə deməkdir? Hər gün işləmədən də gəlir əldə etmək mümkündürmü? Bəli, bu passiv gəlir adlanır. Gəlin onun nə olduğunu və necə yarandığını anlayaq. Passiv gəlir nədir? Passiv gəlir, aktiv işləmədən, yəni gündəlik vaxt xərcləmədən əldə olunan gəlirdir. Məqsəd odur ki, sənin vaxtın başqa işlərə getsə belə, gəlir yenə də gəlsin. Passiv gəlirin yolları nədir? Daşınmaz əmlakdan gəlir. Mənzil və ya obyekt alıb, kirayə vermək passiv gəlirin ən çox tanınan yoludur. Kirayə aylıq sabit gəlir gətirir və əmlakın dəyəri zamanla arta bilər. Fiziki aktivlər və kənd təsərrüfatı layihələri. Qızıl və ya torpaq kimi aktivlər uzun müddətdə dəyərini qorumağa meyillidir. Gələcəkdə satanda qazanc gətirə bilər. Kənd təsərrüfatı layihələrinə istixana, heyvandarlıq, şərik olmaq da həm gəlir, həm də real iqtisadi töhfədir. Avadanlıq və texnika icarəsi. Avadanlıq və texnika alıb, icarəyə vermək də passiv gəlirin yollarındandır. Məsələn, generator və ya tikinti alətləri kiraliyə verilə bilər. Bu iş çox vaxt tələb etmir. Əsas odur ki, avadanlıqları izləyəsən və texniki baxma aparasan. Passiv gəlir azadlıq deməkdir. Vaxtını pul üçün deyil, pulunu öz xeyriniz üçün işlətmək deməkdir. Kiçik başlayın, amma məqsədiniz gələcəkdə maliyyə müstəqilliyi olsun.